Zəfər Bayramının 5 illiyi münasibəti ilə Sumqayıt şəhərində hərbi yürüyüş təşkil edilib. Hərbi yürüyüş Sumqayıt şəhər bulvar arasında təşkil olunub. Şəxsi heyət hazır vəziyyətə gətirilib və birazdan hərbi yürüyüşə start veriləcək. Sumqayıt şəhərində Zəfər günü münasibəti ilə hərbiçilərin yürüyüşü olub. Şəhərin dənizkənarı bulvar ərazisində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüyüşü təşkil edilib. Yürüyüşü izləmək üçün küçələrə çıxan şəhər sakinləri və qonaqlar hərbiçiləri alqışlarla qarşılayıblar. Yavaş yavaş. Onu çek. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilməsi qərarı alınıb. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.